Salam uşaqlar, hər birinizin hər vaxt xeyir olsun. Yenə bugün biz danışacağıq trigonometri funksiyalardan. Artıq 3-cü dərsdir ki, biz trigonometri funksiyalar dərsindən çıxa bilmirik. Birinci dərsimizdə danışdırmışdıq. Sinus və kosinus x funksiyalarından olan xassələrdən danışdıq. İkinci dərsimizdə danışdıq tangens və kotangens funksiyalarından olan xassələrdən və bunların içərisində biz çevirmə düsturlarından danışmışıq və trigonometri funksiyaların böyük bucaqlarda qiymətlərinin hesablanmasından danışmışdıq. İndi isə bu part 3-də, yəni 3-cü dərsimizdə biz danışacağıq trigonometri funksiyaların periodunun və ya ən kiçik müsbət dövrün danışılmasından danışacağıq. Bu da imtahana tez-tez düşən suallardandır. Nədən danışırıq? Trigonometrik funksiyaların periyod. Nə? Periyod düz yazmışam ha. Beyin yorğunluş olan periyodunun və ya ən kiçik müsbət dövrünün tapılması. Adını uzun görürsə mən qorxmayın ha, sadədir. Adı o boyda uzun görsənsə də özü nədir? Sadədir. Trigonometri funksiyaların periyodunun və ya ən kiçik müsbət dövrünün danışılması. Yəni burada sizdən periyodda soruşa bilər, ən kiçik müsbət dövrü deyə bilər. Yəni eyni sinonim cümlələrdir. Y bərabərdir A vurulsun sinus n-ci dərəcədən k2 plus minus b. Bu yazılışdan da qəti qorxmursunuz. Bu formal yazılışdır. Bir de y bərabər A vurulsun kosinus n-ci dərəcədən kx plus minus b. Bu iki formalı, yəni sinus və kosinus funksiyası iştirak edən bu tipli funksiyalarda, bu tipli ifadələrdə, yəni bu funksiyaların desək ki, ən kiçik müsbət dövrünü və ya periyodunu tapdısa, burada iki qayda var. Əgər n cüt olarsa, dərəcə cüt olarsa, ona bu trigonometri funksiyalar, yəni hər ikisinə aiddir bu. Görürsünüz, bəzəli mörtəzə almışam ki, hər ikisinə aiddir. Onda bu funksiyaların periodu, yəni ən kiçik müsbət dövrü t bərabərdir. T hərfindən aşağı böyük t hərfindən. Period böyük nə hərfindən aşağı alınır? T. Pi bölünsün olur modu k. Nə zaman? Əgər n cüt olarsa. Yox, əgər n dərəcə burada tək olarsa, n tək olarsa, period t bərabər olacaq 2 pi bölünsün modu k. K burada nədir? X dəyişən əmsalı. Deməli, biz belə bir nəticə gəlirik ki, trigonometri funksiyaların periyodunun və ya ən kiçik müsbət dövrünü tapmaq istəyiriksə, birinci orada trigonometri funksiyaların dərəcələrinə baxacaq, ən birinci. İkinci də X dəyişən əmsalına. Qalan hamısı bu A var, A, bu B, simvolik lazımsız bizə bir anlayışlardır. Yəni, heç bir əhəmiyyət kəsmir. Əhəmiyyət kəsb elə bir də, yəni. Əsas bizə lazım olan nədir? X dəyişən əmsal K, bir də trigonometri funksiyalar nəyi? Dərəcələri. Məsələn, misal üçün, deyəcək ki, y bərabərdir 3 vurulsun sinus kvadratı 5x. Bu funksiyanın deyəcək ki, periyodunu tap və ya deyəcək ki, ən kiçik müsbət dövrünü tap. Onda niyə yazırsınız? T bərabər yazırsınız. N nədir? Dərəcə. Cütdür. Cütdürsə deməli, bu düsturun istifadə edirsiniz. Pi bölünsün modu k. Modu da yəni 5. K x-in əmsalıdır, dediyim kimi. Bu da olacaq elə pi bölünsün 5. Bəs bitdi. Tutardı. Ya bizə üst lazım deyil, ya da bu quyruq-muyruq. Heç nə lazım deyil. Ayrı bir sual yazım. Y bərabər deyəcək ki, sinus 4x çıxılsın 7. Funksiyasının deyəcək ki, ən kiçik müsbət dövrünü və ya periyodunu tap. Yəni, t bərabərdir. Bu da sinusun dərəcəsi 1, tək dərəcədir. Tək dərəcəsi deməli, periyod nəyə bərabərdir? 2 pi bölünsün modu k. K kimdir? X-in əmsalı. Mənfi 7 bizə lazımdır, X-in əmsalı lazımdır. 2 pi bölünsün 7. 4'ü üzrsən, 4. Və salam. Çətin bir şey var burada? Xeyr. Sadəcə dərəcəyə baxarsınız. Trigonometri funksiyalarda, yəni sinus və kosinus funksiyalar iştirak edən funksiyalarda dərəcə cüt dərəcədirsə, period t bərabər pi bölünsün modu k. Yəni burada x əmsal bir də mənfi olsa, mənfi 4 olsa, moduda müsbət çıxacaq, onu deyim sizə. Yaxşı? Yəni mənfi götürməyəcəksiniz.
n təkrar olarsa periyod olacaq t bərabər 2 periyodcu modul k. Bu qədər sadə. Burada videoda düşür bura. Düşür, yarımcı düşür. Onu bura silək. Şöyle bir şey qeyd edim. Burada əgər ixtisar varsa, ixtisar mümkünsə, ixtisar apara bilərsiniz. Burada ixtisar girəcək qalacaq nə? Pi bölünsün 2. Bu da yəni olur. Bəli. Silin. İndi isə danışırıq olar. Tangens və kotangens funksiyaları iştirak edən trigonometrik funksiyaların ən kiçik müsbət dövrünün və ya periyodun tapılmasından. Yəni y bərabərdir a vurulsun tangens n dərəcədən kx plus minus b, y bərabərdir a vurulsun kotangens n dərəcədən kx plus minus b. Bu tipli trigonometrik funksiyaların ən kiçik periyodun və ya ən kiçik müsbət dövrünü tapanda burada dərəcənin heç bir önəmi yoxdur. İstəyir n tək dərəcə olsun, istəyir cüt dərəcə olsun. Yəni n-i bütün münasibət qiymətlərində, n daxil, n-i bütün münasibət qiymətlərində bu periyodu t bərabər olacaq, pi bölünsün nə? Modul k. Ən rahatı bunlar. İstəyir burada n tək dərəcə olsun, istəyir cüt dərəcə olsun. Heç bir əhəmiyyət kəsb eləmir. Məsəl üçün, y bərabərdir. Mənfi 2 tangens kvadratı mənfi 5x plus 4. Deyəcək ki, bu funksiyanın periyodunu və ya ən kiçik müsbət dövrünü tapın. 5 dərəcəcə baxmışsınız. Bir də k x-lə misallasın. T bərabərdir. Pi bölünsün modulda mənfi 5. Bu da olacaq pi bölünsün isə 5. Düşün. Çətin nəsə var burada? Ayrı yazın, birini yazın. Y bərabərdir. Tutaq ki, kotangens kubu mənfi 2x. Belə. Deyəcək ki, bu funksiyanın periyodunu tap. Yenə, dərəcə heç bir önəmi yoxdur. T bərabər pi bölünsün modul k. Modul k x-lə misal, modulda mənfi 2. Bu olacaq müsbət 2. Pi bölünsün isə 2. Yaxşı. İndi isə uşaqlar, biz nədən danışırıq? Cəm və ya fərq şəklində verilmiş trigonometrik funksiyaların periyodunun və ya ən kiçik müsbət dövrünün tapılmasını danışacaq. Cəm şəklində verilə bilər, fərq şəklində verilə bilər. Məsəl üçün, y bərabərdir 3 sinus kvadratı 5x çıx 4 vurulsun kosinus 6x. Məsəl üçün. Deyəcək ki, bu funksiya belə verilmiş funksiyanın ən kiçik müsbət dövrünü və ya periyodunu taplayacaq. Yenə qorxu işləm yoxdur. Niyə edəcəksiniz? Burada hər bir funksiyanın ayrı-ayrı periyodunu tapacaqsınız. Sonra aldığınız periyodların əkobunu tapacaqsınız. Deməli, iki funksiyanın cəminin və ya fərqinin periyodunu tapanda, deməli, birinci trigonometrik funksiyaların hər birinin ayrı-ayrı periyodu tapılır, sonra o periyodların əkobu tapılacaq. Yaxşı, T1 bərabərdir. Burada sinusda demişdik ki, dərəcə cüt dərəcə olursa, pi bölünsün modul k olmalıdır periyod. Bayaq danışdıq. K kimdir? X dəyişənin əmsalı. Yəni, nəticə olacaq? Modulda 5, yəni 5 edirlər. Yəni, birbaşa yazaq. Nə yazaq? Modulda, modulsu yəni 5. T2. Bu da bərabərdir. Bunun dərəcəsi tək dərəcədir. Tək dərəcəsi isə 2 pi bölünsün nə olacaq? 6. Sonra bunların əkobunu tapırıq. Əkob T1, T2 bərabər əkob T1-in yerini yazıram. Pi bölünsün 5. T2-in yerini yazıram. 2 pi bölünsün 6. Uşaqlar, kəsr ədədlərin əkobunun tapılma qaydası var. Bərabərdir. Sürətdə duran ədədlərin əkobu tapılır. Məxrəcdə duran ədədlərin əbobu tapılır. Kəsr ədədlərin əkobunu tapanda sürətdə duran ədədlərin nəyə tapılır? Əkobu bölünsün. Məxrəcdə duran ədədlər nəyi? Əbobu. Biz bilirik ki, pi ilə 2 pi bir-birinə tam bölünür. Bir-birinə tam bölünən ədədlərin əkobu nəyə bərabərdir? Böyüyünə, yəni 2 piyə. 5-dən 6 qarşılıqlı sadə ədədlərdir, ardıcıl natürel ədədlərdir. Qarşılıqlı sadə ədədlər əbobu nəyə bərabərdir? 1-ə. Bu da olacaq ilə nə? 2 pi. Bəs bu. Yəni, burada toplama da olsa, çıxılan olsa eyni şeydir. Deməli, funksiyalan periyoddan ayrı-ayrı tapın, sonra o periyodları nəyə tapırsınız? Əkobunu. Bu qədər sadə, asan. Yaxşı. Bunun hasılı da var. Hasılı hər deyən imtihanı düşmür. Hasılı düşürsə əgər, onda cəmlə hasılı keçmə düsturdan istifadə edəsiniz. Yox, hasıldan cəmlə keçmə düsturlarından. Onu hələ sizə keçmədiyim üçün ona misal verə bilmirəm. O da hər deyən düşmür yəni.
Uşaqlar, indi isə biz danışırıq əsas eyniliklərdən, yəni trigonometrik funksiyalar üçün əsas düsturlardan danışırıq. Bunlara deyirlər əsas eyniliklər. Əsas eyniliklər. Bu düsturları mütləq bilməlisiniz. Mütləq, çox sadə düzdə. 1. Sinüs kvadratı alfa üstə gələk kosinüs kvadratı alfa bərabər 1-ə. Yəni sinüsün kvadratı ilə kosinüsün kvadratı cəmi nəyə bərabərdir? 1-ə bərabərdir. Və sıvam. İkincisi, təbii ki, buradan düstura çıxacaq. Hansı düstura alınır? Buradan biz sinüs kvadrat alfanı tapmaq istəsək, sinüs kvadrat alfa bərabər olacaq. 1 çıxacaq kosinüs kvadrat alfa. Onda sinüs alfa da bərabər olacaq. Kvadrat da sağa keçəndə cüt dərəcədə 2 kök çıxıraq. Plus minus olur, kök altında. Kvadrat bu sağ tərəf nə edir? İkinci dərəcə kökün altına alır. 1 çıxırsa nə olur? Kosinüs kvadratı alfa olur. Burada bu səbəb bu cəmdən kosinüs kvadrat alfanı tapsam, kosinüs kvadrat alfa bərabər olacaq. 1 çıxırsa sinüs kvadrat alfa. Onda kosinüs alfa da bərabər olacaq. Plus minus kök altında 1 çıxırsa nə? Sinüs kvadrat alfa. Yəni, bunlar köməkçi düsturlar. Yəni, birincidən alınan düsturdur. Kitabda görəndə o dəqiqə həyəcanlanmayın ki, bu düstur hardan çıxır? Birincidən alınır. İkincisi, tangens alfa ilə kotangens alfanın hasili 1-ə bərabərdir. Bunlar bir-birinin tərsidir ona görə. Bunlar hasili həmişə nəyə bərabərdir? Müsbət 1-ə bərabərdir. Yaxşı olar. Üçüncüsü, tangens alfa bərabərdir. Tangensin açılışı belədir. Sinüs alfa bölünsün kosinüs alfa. Deyilmə isə o dərs keçəndə deyiləm, tangens x-in y-ə nisbətdir. Y-in x-ə nisbətdir, üzr istəyirəm. Dərs keçəndə demişdim. Tangens y-in x-ə nisbətdir. Y sinüs ifadə edir. Sinüs funksiyası y oxunu ifadə edir. Kosinüs də x oxunu ifadə edir. Oradan alınır. Dördüncüsü, kotangens alfa isə bunun tərsi olur. Kosinüs alfa bölünsün sinüs alfa. K-yə uyğun k-dır bu surətdə. B-yə də saxlaya bilərsiniz. Sinüs alfa. Bunlar bir-birinə vuranda, tangens alfa, kotangens alfa vuran görürsünüz, 1 edir. Yəni, bunlar bir-birinə vuranda ixtisa gedir. Nəticə nə qalır? 1 qalır. Yaxşı. Beşincisi gəl buraya yazalım. 1 üstə gələk tangens kvadratı alfa bərabərdir. 1 bölünsün kosinüs kvadratı alfa. Altıncısı 1 plus kotangens kvadratı alfa bərabərdir. 1 bölünsün sinüs kvadratı alfa. Bu üstüləri mütləq şəkildə əzbərləyəsiniz. Mütləq şəkildə. Trigonometrik funksiyalar, yəni sadələşdirilməsində istifadə olunacaq və yaxud da bir trigonometrik funksiya veriləcək, digər trigonometrik funksiyanın qiymətinin tapılmasında geniş tətbiq olunacaq. Gəlin, indi bunlara aid bir neçə suala baxaq, daha da möhkəmlənmiş olsun. Yəni, bu 6 dənə əsas eyni öyrənəcəksiniz, yaxşı mı? Deməli, uşaqlar, həyəcanlı bir sual gəlir. Həyəcanlı, qorxulu, amma olduqca bir rahat sual. Deməli, deyəcək ki, tangens alfa tutaq ki, bərabərdir -2-yə. Və bu alfa bucağında mövqeyi verəcəksə, alfa nədir? Bu dərəcədir də. Alfa bucağı deyəcək ki, 270 dərəcə, yəni 3 pi bölünsün 2 nə deməkdir? 270 dərəcə. 270 dərəcə ilə 180 dərəcənin arasındadır. Bu arada yerləşir. Deyəcək ki, sinüs alfanı tap. Sinüs alfa bərabər nəyə? Sual işarəsi. Belə. Bəli, bunu bəlkə əsas eyniliklərə görə tapa bilərsiniz. 2 yolla deyəcəm sizə. Amma bir şey də deyim. Düsturların köməyi ilə tap olmamakda olar. O bayaq 6 dənə düstur yazdım sizə. O düsturların köməyi ilə də, bu köməyi olmadan da bu çalışmanı həll edə bilərsiniz. Deyək necə? Sual verin. Necə? Düzbucaqlı üçbucaq qaydası ilə. Düzbucaqlı üçbucaq qaydasında trigonometrik nisbətləri görə edə bilərsiniz. Gəlin birinci düsturların köməyini yazaq. Tangensə bağlı düsturlar var ki, 1 plus tangens kvadrat alfa. Biz bilirik ki, 1 plus tangens kvadrat alfa nəyə bərabərdir? 1 bölünsün nəyə? Kosinüs kvadratı alfa. Düzdür? Bu düsturu tətbiq edəndən sonra biz sinüs alfanı tapmaq. Buradan biz kosinüs tapacaq. Kosinüs tapandan sonra da sinüsə gəlmək üçün sinüs kvadrat alfa plus kosinüs kvadrat alfa nəyə bərabərdir? 1-ə. Bu düsturu tətbiq edəcək daha sonra. Birinci bunu, ikinci bunu. Tangens alfanın yerine -2 qoysaq, 1 plus -2 kvadratı bərabər 1 bölünsün nəyə? Kosinüs kvadrat alfaya. Bu 4 edir, toplayanda 5 edir. Onda kosinüs kvadrat alfa bərabər olacaq nəyə? 5-də 1-ə. Düzdür uşaqlar? Birbaşa yazdım da hesablamanı. Uşaq deyilsə. Gətir burada yerinə qoysam, sinüs kvadrat alfa, üstə girək. Kosinüs kvadrat alfanın yerinə yazıram, 5-də 1. Bərabər nəyə? 1-ə.
Sinüs kvadrat alfa ilə bərabər olacaq. 1-dən 5-də 1 çıxana qalır mı? 5-də 4. Hə? 5-də 4 qalır da. 5-də 4. Sinüs alfa ilə bərabər olurmu? Plus minus kök altında 4 bölünsün 5. Yəni o da plus minus olur. 2 bölünsün kökdə 5. İrrasionaldan azad edə bilərsən. Plus minus 2 kökdə 5 bölünsün nə? 5 olacaq. Düzdür. Amma cavabda plus minus olmayacaq. Burada alfa neçənci rübümüzadır? 3-cü rübümüzadır. 180-270 arasında düşür. Sinüs 3-cü rübdə biz bilirik ki, y oxuna görə təyin olunur. Y oxda 3-cü rübdə nədir? Aşağıda da mənfidir. Demək, biz bunun mənfi halını götürəcək. Demək, sinüs alfa bərabər olacaq. Mənfi nəyə? 2 kökdə 5 bölünsün 5. Yəni, yekun cavabımız olacaq belə. Testdə çoxlu buna aid suallar düşür. İmtihana düşür, test toplusunda da var. Özünüz görəcəksiniz işləyəndə. Bu birinci qayda. Bu oldu nə? Düsturan köməyi ilə. Düzbucaqlı şuzat qaydasını yazmaq istəyirsənsə, bir dənə düzbucaqlı şuzat çəkəcəksən. Belə. Adlandırma ehtiyac yoxdur. Bura bir dənə yaz alfa bucağı. Tangens alfa yazılır mənfi 2. Düzdür. Tangens alfa nəyə nisbət edir? Qarşıdakı katetin bitişik katet nisbəti. Burada məsafə mənfi götürməyəcəksiniz. Müvəqqət olaraq müsbət götürəcəksiniz. Burada mənfi yazan var amma bu kim? Tangens alfa bərabərdir. Mənfi 2 yox, müsbət 2 yazan. Mərkəzi nədir? 1-dir. Deməli, bura 2 imiş, bura 1. Çünki alfa bucağının tangensi qarşıdakı katetin bitişik katet nisbətidir. Favorit terimə görə bura neçə tapacaq? Kökdə 5, bəli. Hipotenuzun kvadratı katlən kvadrat cəmlə bərabər. Birbaşa yazsın. Bizə kim lazımdır? Sinüs alfa. Alfa bucağının sinüsü nəyə bərabərdir? Qarşıdakı katetin hipotenuzun nisbəti. 2 bölünsün kökdə 5. Amma buradakı bu aralığı unutmursunuz. Alfada 3-cü rübün bucağıdır. 3-cü rübdə sinüs nə olur? Mənfi olur. Bu daha sadədir, daha kreativdir. Amma düsturda yazmağı bilsəniz yaxşı olar. Belə. Yaxşı, belə. Sonra nə qaldı? Baxaq. Uşaqlar, bugünlük bu qədər, yəni bu qədər yetərlidir. Biz bu dərsi dim test toplusunda olan bölmələrə uyğun keçirik. Yəni, əsas eynilərə aid dərsi keçdik. Ən kiçik, ən böyük müsbət dövrdən danışdıq. Yox, teleqram funksiyanın periodun və ya ən kiçik müsbət dövrdə bir dərs idi. Yəni, bu ayrı-ayrı bölmələrdir. İnşallah növbəti bölmələri yenə davamlı şəkildə testə keçdikcə mən sizə o dərsə keçəcəm. Sağ olun, Allah'a əmanət. Əgər kanala abunə deyilsinizsə, abunə olmağı unutmayın.